Milli Arxiv İdarəsində saxlanılan sənədlər hansı illəri əhatə edir? Saxlanılan sənədlər ümumən 300 illik bir tarixi dövrü əhatə edir. Saxlanılan ən qədim sənəd hansıdır? İlk qədim sənəd 1710-cu ildə Quba xanı Əhməd xan tərəfindən Qudat kənd icmasına kollektiv verginin tətbiqi ilə bağlı verilmiş sənəddir. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edən qiymətli sənədlər, səs yazıları, kino, foto sənədlər hazır edilir. Kürəkçay sülh müqaviləsidir, Türkmənçay sülh müqaviləsi surətləri, ondan sonra Gülüstan sülh müqaviləsinin surətləri bizim arxivlərimizdə saxlanılır. Görkəmli neft sənayeçiləri, milyonçuları ilə bağlı, onların xeyriyyəçilik fəaliyyəti ilə bağlı olan qiymətli sənədlər var. Rəşid Behbudovun atası Məcid Behbudovun səs yazısı da mövcuddur. Bunların qorunub saxlanması üçün Milli Arxiv İdarəsində hansı işlər görülür? Kağız əsaslı sənədlər üçün bu 18-20 dərəcə Selsi tələb olunur. O cümlədən rütubət 50-55 Selsi olması tələb olunur. Günəş şüaının düşməməsi tələb olunur. Nəmişliyin olmaması tələb olunur. Arxiv dövlətin əsas atributlardan biridir və zəruri məlumatların qorunduğu bir xəzinədir.